Dünya Covid'dən 10 qat güclü, radiasiyadan necə qorunaq deyə evlərə kapanan, hətta evdən hava belə uda bilməyəcən bir dönəmə gəlib çıxacaq. Yaxın bir neçə aylar mı, illər mi ərzində. Bundan necə qorunmaq lazım olduğunu məncə düşünmək lazım oldu. Nəinki biz sivillər, bütün bu barədə dövlətlər düşünməlidir, hansı ki öz xalqları sevən. Hansı ki o Trump'ın başında duran və ya Putinin savaş çıxardan, İranın başında duranlar bunlar düşünə bilməz. Amma mənim ölkədə, bizim kimi gözəl bir ölkədə və əsasən də müsəlmanlar olan ölkədə bu barədə məncə düşünər. Çünki biz müsəlmanıq və biz xalqı sevənik və insanlar hər kəs radiasiya dövrünə birdən-birə dünyada partlayacaq olan hər hansı silah anbarmı, radiasiyaya aid olan bir zavodmu olacağı bir dönəm olacağından şübhən olmasın. Mən onu hiss edirəm və bu barədə bundan necə qorunmaq lazımdır, düşünmək lazımdır. Bunları mən sadəcə psixoloji analizləri eləmirəm. Eləyirəmsə də düz eləyirəm, çünki bunu da eləmək olar. Qulağın dibində İranda baş verən savaş, Ukrayna savaşından da qat-qat böyük və ha belə bölgə savaş halına dönə bilər. Və o hala gələnə qədər radiasiya yayılmaq, partlatmaq və böyük silahların partladığı halında radiasiya yayılması ola bilər. Və radiasiya bütün dünyaya, Avropaya, hər yerə yayılacaq. Çünki bir yerin adıyla bir çox yerləri, mason siyasətləri, gözə görmədiyi adamları partladacağını düşünürəm. Və radiasiyadan necə özünüzü qorumaq barədə düşünməlidir. Covid onun yanında heç nə olacaq. Bunu biz yaxın zamanda bu hadisələri görəcəyik. Amma onları gördüyü təqdirdə necə qorumaq lazım olduğunuzu düşünmək lazımdır. Mənə burada nə bilim, yenə də bayquş gəldi, ağzına gələn danışıb. Bundan siz radiasiya dövründə xilas olmayacaqsınız. Ya da ki, elədiyiniz dualar radiasiyadan sizi qorumaya bilər. Allaha ibadət edərək bu gözəl Ramazan bayramında hər kəsin oruclara qəbul eləsin. Amma radiasiya dövründə necə özümüzü qorumaq lazım olduğu çox düşünməlisiniz. Çünki bugünkü gün yaşadığı bir dövrünə baxıb keçəcək, rahatlıq bir gün kimi keçməyəcək. Bugün bu sözləri İran savaş olacaq, bu işitmək rahat bir şeydir, adi gəlir adama. Amma onu yaşamaq bir başqa şeydir. Bugün o günü düşünərək əsasən də radiasiyalardan özünüzü necə qorumaq lazımdır düşünün. Çünki Covid'də də əzizləri itirmiş insanlar bilsəydi ki, Covid xəstəlik gələcək və onun qabağını hansısa yolla almaq olar, onlar çoxdan onu düşünərdi və edərdi.